Salamlar əməkdaş dostlar. Bu video sadəcə olaraq məlumat xarakteri daşıyır və heç bir halda sizə yatırım məsləhəti vermir. Ona görə də bütün etdiyiniz yatırımlara görə məsləhəti birbaşa özünüz daşıdığınızı əmin olmalısınız və başa düşməlisiniz. İndi isə baxaq görək Bitget birjası bizə hansı daha bir növbəti kampaniya verir. Daha öncəki kampaniyada bilirsiniz, bəzi problemlər oldu, bəzi ödənişlər əldə edilə bilmədi. Bu da risk kontrolun keçməmə imkanlarına görə təbii ki, bu baxımdan da mən tərəfindən oluna biləcək bütün məlumatlar Bitget rəhbərliyinə çatdırıldı və ümid eləyək ki, bu dəfə risk kontrolla problem yaşamayacağıq və risk kontrolla problem yaşamamaq üçün də mütləq şəkildə çalışın ki, hansısa eyni Wi-Fi-dan, eyni IP-dən, eyni telefondan və yaxud riskli əməliyyatlar etmək zad belə məsələlər olmasın. Hansısa bir əməliyyat edərkən, yəni sadəcə olaraq balansa pul qoyun və tutaq ki, və o pulu anında çəkim zad belə əməliyyatlar etməyin. Sadəcə olaraq çalışın ki, maksimal şəkildə risk göstərməyən əməliyyatlar eləyin. Ümid edirəm ki, bu dəfə risk kontrol hər dəfə bizə ilişməz və biz normal qaydada bundan istifadə edə bilib, faydalana bilərik. Və Bitget birjasının bizə verdiyi yeni kampaniya nədir? Link videonun altında var. Həmçinin Telegram qrupda da linki paylaşacağam. Oradan da götürə bilərsiniz Telegram səhifədən. Bu kampaniyada biz artıq 1000 USDT-yə qazan imkanları var. Burada sadə tapşırıqlar çoxdur. İlk növbədə gəlin sadə tapşırıqlara baxaq görək nə var, nə yox. Birinci növbədə qoşulmamışdan əvvəl, yəni bu linkə girəndən sonra köhnə və yaxud təzə userlər burada qoşulun düyməsini mütləq şəkildə sıxın və yaxud məsəl üçün açıq düyməsini vurub Bitget proqramının içinə girərək, yəni Bitget proqramının içinə keçid edərək burada gəlib join, yəni qoşul və yaxud join düyməsini vurun. Fərq eləmir. İstəsəniz web səhifədə də edə bilərsiniz. Baxın, register düyməsini gördünüzsə, siz artıq kampaniya qoşulmuş sayılırsınız və insentivistdə artıq sizin uduşlarınız görsəniləcək. Və burada görək nə var, nə yox, nələr göstərilir. Göstərir ki, after joining the promotion complete net deposit task. Yəni deyir ki, ilk depozit $100 kimi olsun və depozit tipi P2P trading, yəni depozit P2P-dən almaq. Bu tapşırıqda P2P-dən məhz alınmalıdır. Əgər siz $100 USD almışsınızsa P2P-dən və bir gün balansınızda saxlamışsınızsa, bez problem hərəkət tərpətmədən insentiv 5 USDT qazanmış sayılırsınız. Həmçinin 10 USDT qazanmış sayılırsınız o halda ki, sizin net depozit taskınız, yəni 200 USDT balansınız olub 2 gün ərzində depozit type, yəni on-chain depozitlərdən gedir söhbət. Yəni burada baxın P2P-dir, burada on-chain-dir, yəni məsəl üçün hansısa birjadan bura köçürtdün və yaxud cüzdandan bura atdın, yəni bu söhbət bundan gedir. İnsentiv 10 USDT qazanırsınız. Həmçinin burada 500 USDT qədər olan depozitlər 4 gün ərzində balansda olmalıdır. P2P tradingindən əldə olunmuş 500 USDT də ola bilər. On-chain depozit də, yəni hansısa cüzdandan və yaxud digər birjadan balansa atılmış hesabda ola bilər. Səhv eləmirəmsə, yeni userlərə aiddir bu əsasən. Bu haqda təbii ki, mən Telegram kanalda daha ətraflı məlumat verəcəyəm ki, amma köhnə userlərdən də yoxlaya bilərlər və bizə təbii ki, yaza bilərlər ki, nə bildilər, nə bilmədilər. Həmçinin burada trading tasklar var. Bunlar bizə depozit tasklar idi. Trading tasklar var. Trading tasklar nədir? First spot trading task, yəni bir dənə istənilən bir trading task elə və trading task 100 USDT həcmində olsun. Bu nə deməkdir? Məsələn, $52, $53 nəyəsə alsan, satsan, bu $106 belə deyə də trading eləyir, belə deyə də volüm eləyir, həcm eləyir. Və növbəti bizdə nədir? Spot trading task var. After joining the promotion complete spot trading 5000 USDT-yə qədər, yəni kimlər ki uzun müddətli trade eləyəcək birjada, 5000 USD-yə qədər trade eləyənlər, həcm olanlar, yəni $2500 nəsə aldı, $2500 satdı, yəni və yaxud xırda aldın, satdan, məsələn bir neçə müddətdən sonra 20 USDT sən birbaşa spot balans qazanırsan. Həmçinin burada var 100.000 USDT-yə, hansı ki daha böyük məbləğlər üçün nəzərdə tutulur və 50 USDT verilir. Və burada advance var, yəni əlavə, yəni total trading artıq 300.000 USD-yə qədər trade eləyənlər, kimin ki o boyda həcmi var, 50 USD bonus əldə edə biləcəklər. Birbaşa spot həmçinin 1 milyona kimi olan 130 USDT spot əldə edə biləcəklər və həmçinin də 5 milyona qədər trading volum olan userlərimiz 700 USD-yə qədər qazanmış olacaqlar. Gördüyünüz kimi burada əlavə məlumatları bizə verir və göstərir ki, 48 saatdan daha çox qalmalıdır 200 USD məsələn və yaxud 100 USD 24 saatdan daha çox qalmalıdır və 500 USD-li depozit 96 saatdan daha çox qalmalıdır və göstərir ki, birinci depozit $100 depozit P2P-nə etmək olar, ikinci $200 chain depozitlə P2P və chain depozitlə də 500 USD qədər qaldırmaq olar balansı və burada təbii ki, ilk 100 nəfərə bu verilir.
Həmçinin trading task var, first time spot trade var, 100 USDT və spot trading volume 5000 USDT, total futures trading volume da 100.000 USDT. Bunlar da təbii ki göstərir ki, nələr etmək lazımdır və first 100, yəni ilk 100 userə verilir, ilk 100 dənə userə. Advanced trading taskda da həmçinin daha böyük həcmli tasklarda da gördüyünüz kimi ilk 50 nəfərə. Həmçinin də burada baxın, yenə də şərtlərdə yazır ki, join düyməsi, yəni qoşul düyməsini mütləq vurmalısınız. Mütləq şəkildə sizin hesabınız KYC keçməlidir Bitget birjasında. Mütləq şəkildə siz bir hesab istifadə eləmisiniz. Yəni baxın, multiple account using the same IP, yəni eyni IP istifadə edən userlər artıq not be eligible, yəni sayılmayacaq və risk managementə taxıla bilər. Həmçinin də burada deyir ki, kim ilk gəlibsə onlar ilk bonus əldə eləyəcək. Həmçinin də burada əlavə məlumatlar var. Bonusun tam olaraq neçə gün sonra yüklənəcəyi haqqında məndə dəqiq məlumat yoxdur, amma 3 gün burada yazır və bundan əvvəlki Bitget birjasının bizə verdiyi promolardan əsasən nəzərə alsaq, həqiqətən də 3 gündən sonra, yəni task elədiniz, 3 gündən sonra siz artıq belə deyək də balans əldə edirsiniz, yəni bonus əldə edirsiniz. Və beləliklə dostlar, siz bu linki də təbii ki göndərə bilərsiniz dostlarınıza, onlar da join edə bilər. Videonun altında bütün lazım olan linklər var, hardan qeydiyyat keçmək lazımdır. Həmçinin də Telegram səhifədə də videolar, daha doğrusu linklər var, hansılar ki istifadə edib qeydiyyat keçib və yaxud kampaniyaya qoşula bilərsiniz. Bu qədər, sağ olun, özünüzə yaxşı baxın, gəlin görüşərik.